Selamun aleyküm. Dostlar, özelləşdirmə çekləri barədə sizə təzə xəbərlərim var. Ali məhkəmə barədə və başqa xəbərlər. Diqqətlə qulaq asın. Dostlar, yəqin ki, bir çoxlarınız mətbuatda özelləşdirmə çeklərini, miras əmlak paylarını satmayıb, haqlarının bərpa olunmasını ümidlə gözləyən ailələr adından Milli Məclisə və deputatlara ünvanlanmış şikayəti oxumusunuz. Orada deputatlardan xahiş olunur ki, xalqa kömək etsinlər. Xalqa qarşı düşmənçiliyə və korrupsiyaya son qoyulsun. Xahiş olunur ki, bu qanunsuzluğu Milli Məclisdə müzakirə edib, Cənab Prezidentə düzgün məlumat verilməsinə yardım etsinlər. Problemin müzakirəsinin təcil olaraq Milli Məclisdə başlamasının vacibliyi əsaslandırılır. Diqqət edin, statistikaya görə özəlləşdirmə payları qalan yaşlı nəsildən olan vətəndaşlardan hər il 1,5% dünyası dəyişir. Özəlləşdirmə paylarını satmayıb, ümidlə saxlayan təqribən 1 milyon vətəndaşdan ildə 15 min insan, hər ay 1250 insan, yəni xalqın vədlərinin, deputatların xalqın probleminə biganə qaldığı hər gün 41 insan öz haqqına çatmadan dünyasını dəyişir. 2011-ci ildən sonra son 15 ildə öz halal miras əmlak payını almadan oliqarx məmurlar tərəfindən korrupsiyaya və qanunların pozulması nəticəsində hüquqları tapdalanaraq ölənlərin sayı Qarabağın erməni faşistləri tərəfindən işğal dövründə ata yurdunu görmədən ölənlərin sayından dəfələrlə çoxdur. Çoxlarının uşaqları və nəvələri bu çeklərin gələcəyə təminat verən miras əmlak payı olduğunu, əmlak dəyərinin qanunla ən azı 20 min dollar olduğunu bilmir və ucuz qiymətə qara bazar alverçilərinə satır. Dostlar, sizcə bugün Milli Məclisdə müzakirə etmək üçün bundan vacib nə ola bilər? Biz hamımız bunları bilməliyik. Bu səbəbdən xahiş edirəm, mütləq Respublika Özəlləşdirmə Çekləri qrupunda paylaşın. Dostlar, ermənilər bizim ata-baba torpaqlarımızı zəbt edən zaman belələrinin faşist və Azərbaycan xalqının düşməni olduğunu uşaqdan böyüyə qədər hamımız dərk edirik. Korrupsioner məmurlar bilməlidir ki, bizim ata-babalarımızın canı qanı bahasına, xalqın zəhməti hesabına qurulmuş dövlətin əmlaklarından qanunla özəlləşdirmə çekləri ilə xalqa məxsus 65%lik hissəsini min bir yolla ələ keçirən məmurlara və sahibkarlara sabah xalq düşməni deyəcəklər. Özəlləşdirmə payı və çeklər kapitalizmə, dinc keçid üçün dövlətin tarixi sosial ədalət siyasətinin əsas prinsipinə əsaslanaraq mərhum Prezident Heydər Əliyev tərəfindən xalqa qanunla verilib. Özəlləşdirmə başlayan andan bu əmlak paylarının pul və ya qiymətli kağız formasında verilməsindən asılı olmayaraq, müddətə tabi olmadan, yəni 10-15-20 il keçməsindən asılı olmayaraq, bütün ölkə vətəndaşlarının, ata-babalarının qanı canı bahasına qurulmuş dövlət əmlakına sahib çıxmalarının, öz miras əmlak paylarının mütləq şəkildə almalarının və ondan istədikləri kimi istifadə etmələrinin vacibliyini bəyan edib. Bunun təmin olunmasının bir dövlət öhdəliyi olduğunu dəfələrlə yüksək tribunalardan səsləndirib. Bugün bir vaxtlar babaları milyoner olan, var dövləti əlindən alınaraq ölüm hökmü verilən və sürgün olunan 10 minlərlə ziyalıların əksəriyyətinin nə torpağı, nə bağları, nə də biznesləri var. Hamı bilməlidir ki, 16 ildir mərhum Prezident Heydər Əliyevin qoyduğu tarixi sosial ədalət siyasətini, xalqa vədini, imzaladığı konstitusiya və qanunları bəyənməyən və pozan, xalqın halal miras əmlak payını min bir yolla ələ keçirməyə çalışan oliqarx məmurlar xalq düşmənidir. 2004-cü ilə qədər ödəmə təhdiyə vasitəsi kimi istifadə bugün də qüvvədə olan 878 nömrəli dövlət əmlakının özəlləşdirilməsi haqqında Azərbaycan Respublikası Qanununun 10-cu maddəsi ilə tənzimlənirdi. Korrupsioner oliqarx məmurların və Ramiz Mehdiyevin Cənab Prezident İlham Əliyevin etibarından sui istifadə nəticəsində
konstitusiya və qanunlara tam zidd olaraq ilk dəfə Heydər Əliyev rəhmətə gedəndən 6 ay sonra 2004-cü ildə qanunla tənzimlənən mülkiyyətdən istifadə qaydası Ramiz Mehdiyevin hazırladığı və prezidenti aldadaraq imzalatdırdığı 75 nömrəli fərmanın 1.1 bəndi ilə mülkiyyətdən, çeklərdən istifadə hüququ məhdudlaşdırılaraq sonradan ləğv olundu. Ramiz Mehdiyevə cinayət işi açılması çox müsbət alınır. Ancaq məhkəmə hüquq sistemində onun köməkliyi ilə vəzifə tutanlar bugün də at oynadırlar. Dostlar, hamı bilməlidir ki, konstitusiya və qanunların pozulması nəticəsində mülkiyyət hüququndan istifadəni fərmanla məhdudlaşdırmaq və ləğv etmək korrupsiya cinayətidir. Cənab Prezident heç vaxt atası Heydər Əliyevin tarixi, sosial, iqtisadi, ədalət siyasətini, xalqa vədini pozan və korrupsiya cinayəti yaradan belə bir fərmana bilə-bilə qol çəkməzdi. Bu, dövlət cinayətinin müəllifi olan Ramiz Mehdiyevin Cənab Prezidentin etibarından sui-istifadə edərək törətdiyi ən ağır dövlət cinayətidir. Xalqa qarşı düşmənçilikdir. Yəni, bugün qanunun fərmanla dayandırılması nəticəsində özəlləşdirmə çekləri olmadan dövlət əmlaklarının pulla satılması korrupsiya cinayətidir. Artıq 8 aydır Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasında 2-1-102-1781 kəsr 2025 sayılı iş üzrə icraat aparılır. Ancaq Ali Məhkəmə inzibati işlərə baxan zaman qanunvericilikdən müddət müəyyən olunmayıb deyərək işi uzadır. Bəs bu nə vaxta qədər davam edəcək və nə etmək lazımdır? Hörmətli vəkillərinizin də dediyi kimi, biz hüquq müstəvisindən mübarizə aparmalıyıq. Vəkillər və hüquqşünaslar məsləhət görürlər ki, ailəsində özəlləşdirmə çekləri olan bütün ölkə vətəndaşları, şəhər və rayonlarda yaşayanlar, hamı öz ailəsi adından, öz seçki dairəsindən olan deputata müraciət etməsidir. Seçkidə iştirak etmişsiniz və ya etməmişsiniz. Bunun heç bir fərqi yoxdur. O deputat sizin deputatdır. Deputatın vəzifəsi həmin ərazidə yaşayan bütün vətəndaşlara kömək etməkdir. Deputatlar hər ay azı 3 dəfə həm Bakıda, həm də rayonlarda qəbul edirlər. Öz deputatınızın qəbul günləri və köməkçisinin telefon nömrəsini Google-da, internetlə deputatların qəbul günləri yazaraq axtarış etməklə tapa bilərsiniz. Köməkçisi ilə telefon əlaqəsi yaradıb qəbula gedərək şikayətinizi verə bilərsiniz. Hər biriniz bu işdə başqasına yardımcı olmalıyıq. Hüquqşünaslar hər bir vətəndaşın bu şikayəti mütləq oxumasını və ailəsi adından öz deputatına verilməsini vacib sayırlar. Və buna bütün vətəndaşların edəcəyi təqdirdə mütləq tezliklə müsbət nəticə verəcəyinə əmindirlər. Qeyrətli deputatdan xahiş edirik. Üzr istəyirəm. Qeyrətli dostlardan xahiş edirik. Hər imkan olanda Facebookda, qruplarda paylaşın, hamı bilsin. Hər paylarında 50-100 adam görür. Hər paylaşanda 50-100 adam görür. Azərbaycan Dövlət Universitetinin hüquq professoru Fərhad Mehdiyevin də dediyi kimi, əgər deputat vətəndaşın mülkiyyət hüququnun pozulmasına, əmlak payının məmurlar tərəfindən yeyilməsində laqeyd qalarsa, deməli o həqiqi millət vəkili deyildir, sizin və uşaqlarınızın, gələcəyinizin, bütün xalqın düşmənidir. Dostlar, bu ştrik kod vasitəsilə deputatlara olan şikayətin hazır formasını endirin. Sonra oxuyun, öz deputatınızın adını yazıb axırda imza ataraq ya deputatın özünə ya da köməkçisinə təqdim edin. Bir həftə sonra deputatın köməkçisi ilə əlaqə saxlayın. Çünki o, şikayətin nəticəsi barədə məlumat verməlidir. Bu videonu özəlləşdirmə çekləri qrupunda paylaşın və kimin imkanı varsa videonun üstündə deputatlara müraciət link formasında qoysun. Müraciətdə hər şey hazırdır. Siz sadəcə əvvəlinə öz deputatınızın adını yazıb, axırda qol çəkməlisiniz. Yorulduq, bezdik deməyin. Biz, yaşlı insanlar 8 ildir əlimizdən gələni edirik ki, sizlərə kömək edək. Siz də öz-özünüzə kömək edin, oxuyun, yazın, haqqınızı tələb edin və mübarizə aparın. Yoxsa övladlarınız da sizə baxıb kölə kimi yaşamağa
davam edəcəklər. Allah heç kimin zəhmətini əvəzsiz qoymur. Bir-birinizə kömək edin. Paylaşaq, birləşək, haqqımızı birlikdə tələb edək. Əgər 30 deputat kimi bütün 124 deputatın hamısı bu barədə Milli Məclisə danışarsa, bu problemin cənab prezidentə çatması və tez bir zamanda həlli deməkdir. Allah böyükdür. Sağlıqla qalın, əziz dostlar. Assalamu aleykum və rəhmətullah.